Selamun Aleyküm. Dünən akşam vaxtı idi. İşim çıxdı mənim Bakının Xilə kəndində. Dostum var orada, getdim dəydim. Mən tez-tez gedirəm, Əmirzandır, Xilədir. Bakının kəndlərində hər yerdə şükür Allah'a dostlaşına vardı. Allah canlarını sağ eləsin. Allah çox görməsin ola qardeşlikdə, dostluqda. Getdim, yad elədim, oturduq. Oradan buradan söhbət. Qəfildən yadıma düşdü, dedim, bu kömürlük söhbəti necə olur? Mən heç bilmirdim ki, belənçin olub. Dedim, indi uşaqdır, nəsə nişiyə istəyib, nə olub, nətər olub. Akaziçka söhbət belədir. Bu, Naxçıvanlı balası. Fərqi yoxdur herhalde deyə. Prosto faktla danışırıqsa, yerində deyək. Gəlib Azərbaycanda kömürlükdə işləyir. Dükan açır. Naxçıvanlı olur. Gəlib Bakının kəndində dükan açır. Qadındır, imkanı yoxdur, yaqın çatası da yoxdur oğlanın. İndi yatır, rəhmətə gedib, boşanıblar, Allahın işidir, qismətdir. Hamısının Allah ömür versin, kim rəhmətə gedib, Allah rəhmətləsin. Qadın yaş, gözü yaş, axa-axa gəlib evə, 15 yaşında uşaq başa düşüb hər şeyi, qısnıyıb anasınkinədir, deyib, bəs mənə əl atıb, mənə pis təkliflər edib. Uşağı götürüb bıçağı get dükana, qadı alıb. O bıçağı tutan barmağından öpürəm. Sənin qıyyetivə qurban olur. Sən doğrudan Azərbaycanın mərd olursan. Cəbəliyib. Allaha qurban olum, insaf versin o məhkəməyə, ona sürok kəsəndə. Öz balası kimi baxsın bu işə də. Fikirləşsin məhkəmədə, advokat da, prokuror da ki, bax mənim qızım belənçinə vəziyyətdə olsaydı, mənim nəvəm belə eləsəydi, mən tutulmağına rəva bilərdim ya böyük sürok verməyinə. 10 ildən çox verməyəcəklər, malaletkadır. O 10 ili də mən Allaha and içirəm, qoç kimi yatacaq o. Yuxarı başda yeri də olacaq. Qiriyyətli uşaqdır, qiriyyət üstə gedib, deməli onun elə qiriyyəti doludur. O özünə hər yerdə hürmət qazanıb yuxarı başda oturacaq. Mən deyirəm, mən sağ qalsam, yaşım çoxdur da ehtiyat eləyirəm. Mən Allaha qurban olum, niyyətim ürəyimdə qalmasın, muradıma çatım. Mən sağ qalsam, heç olmasa bir dənə pensiyamı götürüb bazarlıq eləyib, o uşağın yanına görüşə gedəcəyəm. Bağrıma basıb alnından öpəcəyəm, o barmaqlarından öpəcəyəm, hansı ki bıçağı tutub. Əcəbəli. Bəlkə valla çox adam deyəcək ki, bu ağsaqqal niyə belə deyir? Belə olmasa batıb gedirik biz. Söhbətlər eşidirəm, tükün biz durur. Təmiz qızdır, institut tutarıb, gedib işə düzəldir, deyirlər gəl yataq büyün, sabah işləyərsən. Dükanda işləyir, orasını əl atır, burasını əl atır. Kimsə məcbur olur çörəyinə görə dinmir. Kimsə işdən qaçır. Hələ hər obyekt saxlayan yerə uğraş olsun. Bu obyekti qazanmışsansa halal pulla, halal xoşun. Ev yıxmamısansa, rüşvət götürməmisənsə, haram pulla tihməmisənsə, halal pulla tihmirsən. Allah balo saxlasın. Minbal olsun ruzu bərəkətin. Kişi kimi işlədə, uğraş kimi işləmədə. Bir qeriyyət, anovu, bacıvı, əmin qızını, qızıvı, nəvimi qoy onun yerinə. O hələ belə gəlməyib, böyle çörək üçün gəlib, babası üçün çörək qazanmağa, qarnı doyuzdurmağa, paltarını almağa. Adam gəlir uğraş olmasın. Hələ sizin kimlərdir Azərbaycanı belə günə qoydu? Sizinkilərdir Bakını belə günə qoydu. Bakıdan bakıllıq qalmayıb. Sonra deyirlər, deməyim, neyniyim, yanıb tökülürəm içimdən. Gələn bura mərifətlə gəlibsə gözümün üstə yeri var. Belənçinə gəlməyimiz lazımdır, get kəndində kəsəyində yaşa.